Balığın qiymətlərinə razı deyilim. Mən razı deyiləm. Niyə? Nə qiyməti ilə, nə də keyfiyyəti ilə. Alanda elə bu yaraşığına baxıram. Bir də baxıram qoxusu gəlmir da. Mütəxəssislər həftədə 2 dəfə balıq yeməyi tövsiyə edirlər. Çünki balıq insan orqanizmi üçün faydalıdır. Bəs balıq alarkən nələrə diqqət etmək lazımdır? Alanda elə bu yaraşığına baxıram. Bir də baxıram qoxusu gəlmir da. Gördüm ki, təzə balığa oxşuyur. Qırdım bir xırda, baxdım gördüm ki, qəşəng balıqdır. Bəs qiymətlərlə bağlı nə deyə bilərsiniz? Qiymətləri həddən artıq yuxarıdır. Amma indi yuxarı olsa da məcburuq da alırıq. Çünki ətdənsə balıq yaxşıdır. Balığın qiymətlərinə razı deyilim. Ona görə ki, bazar iqtisadiyyatına görə maşında başqa qiymət satılır, balıq gətirilir, amma əllərdə başqa qiymət satılır. Maşında 5 manata satılır, əllərdə satılır 11 manat, 12 manata. Bəzən elə olur ki, imkan olmur almağa, bəzən də olur ki, imkan olanda da məcburən baha qiymət alırsan. Alanda əsas onun təzə ilə diqqət edirsən, onda hamı bilir də, balıq təzə olanda qulağı qırmızı olur. Əgər yox, köhnədirsə, o qulaq tərəfdən qara alır. Balığı belə qaldırırsan, qulağından bilinir ki, bu təzə balıqdır. Təzə balıqlarımızda özdə bax, ən gözəl yeməli balıqdır. Bax, karas balığımız biri 1 kilo 800 qram arasıdır. Bəs qiymət aralığı necə dəyişir? Qiymət aralığı, alış qiymətləri var da, biz də üstünə 1 manat qoyuruq. Məsələn, 4-ə karas alırıq, veririk 5-ə. Tallardır, 7-8 arasıdır. Sazanlar 10-11 arasıdır. Bu qiymətlərdə satışlarımız davam edir. Bu xanı balığıdır. Bunlar sazan balıqdır. Bunlar sudak balığıdır, sümüksüz balıq. Xanı balığı 8 manatdır, sudak balığı 10 manatdır, sazan balığı 10 manatdır. İndi alan olsa kasıb ətиndən də verir. Biraz amma qiymət fərqli olur. Onda olur 10 manat deyə. Təzəliyi odur, göstərir yəni. Təşkin qulağı qırmızıdır balığın. Yəni ümumiyyətlə təzə balığın, yəni mən satım, qılaq satım, balıq qırmızı olmalıdır qulağı. Xüsusi şəraitdə saxlanılan balıqlarla yanaşı, hal-hazırda biz burada çöl şəraitində satılan balıqlar da görürük. Burada nə satıcı, nə də alıcı var. Hətta burada don balıqlar da görmək mümkündür. Bazarın bu hissəsində də donmuş şəkildə satılan balıqlar var. Gəlin görək, bu balıqlar haradan gəlir? Bu balıqlar Avustraliyadan, xarici ölkədən gəlir. Bu mərmər balığıdır. Yəni, belə satışı üçün də sertifikatı və hər şeyi vardır. Bəs bu hal-hazırda çöldə qalır və gün üzərinə düşür. Bu donmuş şəkildə olsa belə, bunun belə satılması düzgündürmü? Yox, onun problemi yoxdur. Onu az şəkildə qoyuruq, vitrin üçün görsənir, içərdən veririk. Balıq və balıq məhsulları yüksək riskli məhsullar qrupuna daxildir. Bu kimi məhsullar xüsusi şəraitdə saxlanılmalı və satış həyata keçirilməlidir. Qanunvericiliyə əsasən ticarət dövrəsinə daxil edilmiş balıq məhsulları kənd təsərrüfatı məhsullarının satış yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təsis edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilməlidir. İstehlakçılara balıq və balıq məhsulları alarkən daha diqqətli olmaları, normativ sənədlərə uyğun şəraitdə saxlanması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə olunur.